İndi bir dənə də özümdən belə bir sual quracağam. Bu bizə integralın tərifini xatırladır. Nə idi integralın tərifi? Buradakı funksiya kimin törəməsidir? Burada nə yazılıb? Bunun üstündə törəmə işarəsini bildirir də, belə deyilmi? Yəni elə bu deyir ki, fx-in törəməsidir. Yəni bu fx-dir. Bəs mənfi 4-dən 0-a var. Plus, bu yenə nədir? Fx-dir. Bu dəfə nə var? Mənfi 2-dən 5-ə. Bu qədər bəsit. İndi x-in yenə bir dəfə 0 qoyurduq, bir dəfə də mənfi 4 qoyurduq, bunları çıxırdıq. Sonra üstə gəl. Bir dəfə 5 qoyurduq, bir dəfə də mənfi 2 qoyurduq, bunları çıxırdıq. Belə. İndi f0 nədir? F0 təyin elə 2. F mənfi 4 nədir? Təyin elə 0. F5 nədir? Təyin elə 6. F mənfi 2 nədir? Təyin elə 4. Aydındır.